Herkese salam. Kanalıma videoma hoş gelmişsiniz. Bugün sizlerle birlikte masamda ettiğim yeni kutunu ve değişiklikleri göstereceğim. Ve yeni ettiğim bir kutu var. Onu bəzəməmişəm. Onu sizlerle birlikte bəzəyəcəyik. İlk önce masamı böyütmüşəm. Buna göre de 0.5 ile çəkəcəm. İlk önce değiştiğim şey burada spirt kabı koymuşam. Genelimizi spirtləyək. Bu qab çox xoşuma gəldi. Buna görə spirt qab elədim. Belə qoyaq yerinə. Aha. Birinci mən bilirsiniz ki, burada freebislərim dolub daşırdı. Onun içindən bəzi freebisləri götürüb belə bir qabım var. Minik freebisləri götürüb bunun içinə qoydum. Yani böyle yerleşenlerim, böyle bir gül, böyle bir bantik, böyle bir dovşan, böyle bir şey, böyle bir yazı, bir şey, böyle çekme bir şey. Bir de böyle çekmeli var. Bunların yeniden yığaq. Ben bunun içine yığım gəlim. Yığdım, geldim. Bunu yerine koyaq. Burada başka değişiklik yoktu. Ona göre bağlayıram. Uy, bu da getdi arxaya. Aha. İkinci değişiklik neyse deyəmədim. Bunların arasına böyle bir qara bir şey koymuşam. Çünkü bunun bu çəkməcənin üstüne koyanda əzilirdi. Buna görə də ortaya böyle bir şey koydum. Bir tarafı bundan tutur. Diğer tarafı ise arxasına bir şey koymuşam, ondan tutur. Ve bunları böyle üst kat kimi yığmışam. İkinci değişiklik buydu. Üçüncü değişiklik ise burada böyle bir kutu düzəltmişəm. Bu kutu çok hoşuma geldi. Böyle dərman kutusundan etmişəm, amma altını bəzəmə yadımdan, yəni ağ kağızını örtmə yadımdan çıxıb. Onu da düzəldərəm. Belə açılır. Stikerləri belədim. Önce biraz abartılı olub. Ama yenə də masamda abartılı bir şey yok idi. Ona görə abartılı elədim. Altdan belə bantla çıxardırsınız və belə açılır. İçində isə mənim o qabda qoyduğum freebislər var. Bu freebisləri tək-tək göstərməyəcəm. Yenilərini də etmişəm. Yəni bir sözlə həm böyük, həm də orta boyda olan freebislərim var. Orta boy bu boya deyirəm. Amma miniklər isə bu qabdadır. Bura yeni freebislər ekləyəcəm. Dəftərlərin arxalarından yəni. Bunu da bura qoymuşam. Bu boşluq yerə də bir şey düzəldəcəm. İkinci değişiklik isə, daha doğrusu dördüncü değişiklik isə bu kartları çaşıb mən bura qoymuşdum. Belə bu kartlardan edəcəm. 3 dənə düzəltmişəm. Onu isə bu sirməyə qoyurdum. Çaşıb bura qoymuşam masamı yığanda. Bayaq gördüm burada. Dedim elə videoda düzəldərəm. Baxın belə şəkil çəkirəm və üstündə nə olduğunun adını yazıram. Məsələn alma. Belə üstünə xətt eləyəndə daha çox xoşuma gəldi. İlk elədiyim bu oldu. Lakin bu bəzəksiz oldu arxalar. Ona görə digərlərini belə elədim. Bunları çoxaldacağım. Və onların yeri bu çəkməcədədir. Belə açırıq. Və bunları qoyum bura. Favorim bu arada bu gilasdır. Çox şirindir. Bu kartların 1-2 dənə düzəldəndə videoda gələ bilər. İndi biraz olar düzəltdiyim çəkməcə isə, yəni buranı doldurmaq üçün düzəltdiyim qab isə budur. Bu çəkməcəni mən dərman qutularına etmişəm. Yəni yenə danışa bilmədim. Bunun üstünü dedim, bəzəməmişəm. Baxın belədir. Belə çəkməcə kimi açılır. 2 qatlıdır. Əvvəl bir qatlı elədim. Sonra gördüm yəni burada balaca qalır da. Buna görə 2 qatlı elədim. İndi isə gəlin bunun üstünü bəzəyək. Stiker dəftərimi götürürəm. Bir saniye düşdüm. Stiker dəftərindən hansı stiker yapışdıraq?
Bunun üstüne bir dənə yapıştıracağım. Yanlarından da yanlarına yapıştırmayacağım. Bir üstüne bir de bu iki şeyin üstüne yapıştıracağım. Uydu burası qaldı. Burasını patlayacağım. Aşağısında edəndə. Niyə belə olub? Nədir bura gəlib? Neyse. Buraya yapıştıra bilərik. Bura belə bir melodi yapıştıra bilərik üstünə. Masamdaki çox şeyin üstündə melodi və yaxud da Hello Kitty var, fark etdiyseniz. Melodini çox da sevmirəm, amma bu stiker dəftərində stikerlər melodiyə aid çoxdur. İndi bu iki yerini bəzəyək, çünki bura görsəməyəcəyini üstə qalır. Çəkməcəlimə götürəndə bəzəli görünsün deyə oran etdim. İndi o minik yerlərə Allah kopmur. Heh, kopdu. Bir dənə belə bir stiker yapıştıracağım. Görsənmir. Heh. Bir dənə belə bir stiker. 2 dənə yapıştırım görəsən. Hə, 2 dənə yapıştıracağım. Hərəsinə 2 dənə. Bir dənə də digərinə. Qalan yerə isə başqa stikerlərdən yapıştıracağım. Bir də ona aid olmayan belə bir sincab var. Da görsənmir. Hə. Belə bunu yapıştıracağım. Bunun bu hissəsinə. Oy. Hə, yapıştırdım. Bu iki qalan yerə isə bu stiker qabına yapıştıracağım. Bu stiker dəftərini mən çox sevdim. Yəni hər şey olanda işime yarayır da. Bəzən stiker dəftərindəki stikerləri kəsir. Mən onları qıya bilmirəm. Bəzən yəni əvvəllər ilk aldığım vaxtlar onu işlətməyə qıya bilmirdim. Sonra dedim ki, bəs niyə almışam? Ona görə azalıb içinə eklər, amma kəsməyi də qıya bilmirəm. Bunun içindən nə yapışdıraq? Burada zərli stikerlərdir. Mən onun üstünə belə zərsiz stikerlərdən yapıştırdığıma görə belə stikerlərdən yapıştırmaq istəmirəm. Zərli stikerlər var idi, amma qızlı stikerlər, yəni bundan fərqlidir biraz. Onlardan yapıştıracağım, çünki bu pisdir. Baxın bu qabımdakı. Buradan açılır. Bu stikerlərdən. Mən bu stikerlərdən birini seçim gəlim. Mən seçdim. Birinə bu kələbəyi, digərinə isə onun fərqli rəngindəki kəpənə yapıştıracağım. Yapıştırım gəlim. Mən yapıştırdım belə. Çox şirin oldular məncə. Başqa stiker məncə lazım deyil. Çünki abartılı bir şeyləri sevmirəm. İndi buradakı bunu bantlayaq buranı. Bu bantdan biraz yerini tapım. Bu bantla mən həmin hissəni bantlayım gəlim. Mən bantladım belə. İlişməsin deyə bir yerlərə. Və bunun içində qoyacağımı düşünürəm. Mən bura Pixel Art bir silməsinə yalnız Pixel Artları, yəni normal, bir silməsinə isə stiker Pixel Artları qoymaq istəyirəm. Bu fikri də əgər bəyəndinizsə, bunun yapılışı da gələ bilər. Amma mən Pixel Artları yəni hazır şəkildə çəkəcəm. Onları stiker edəcəm videoda. Bu hissəyə də nə düzəldim? Fikirlərinizi yorumlarda yaza bilərsiniz. Bir də bunların yerini dəyişsəm necə olar acaba? Belə olsa. Yorumlarda bunu da yazın. Belə deyək. Bunun adı 1 olsun. 1 olsun. Bunun adı isə 2. 1, 2 mi qalsın? 2, 1 mi qalsın? Yorumlarda yazın. Yazsa sevinərəm. Başqa dəyişikliğim yoxdur. Bir də mən bu holderin arxasına qələmlərimi bir qabda düşdü. Markerləri bir də qayçı falan qoymuşam belə arxaya. Yəni lazım olanda götürüm. Qayçı yanımdadır. Bunu da qoyaq sizinlə bir yerdən. Video 10 dəqiqə olmasını gözləyirəm. Ona görə uzadıram. Çünki yəni tam konusunda elə olanda çox gözəl olur. Bunu da qoyun. Bu holderin kartını da dəyişmişəm bu arada. Bu kartları dostum verir mənə. Bundan bir dənə də verib. Bunun bənzərindən. Yəni başqa karakteri. Bunun adını bilmirəm. Mən yenə bilmirəm.
benzerinden değil de bunun başkasıdır. Böyle bir kart verir. Bunları ben çok sevdim. Bir de bunun benzeri budur. Yani arkalarının ikisinde belədir ve çok güzeldi bunlar. Bir de size bir şey göstermek istedim. Kimin daha güzel ettiğini yorumlarda yazsa sevinirim. Bakın, benim dostum böyle bir kart vermişti bana. Ben de bu kart biraz pis gündə olduğuna göre, yani kile falan koptuğuna göre yenisini etmek istedim. Bu da yenisi. Sizce hansı daha qəşəng olub? Siz bu adım bir olsun ya da bu dostumunki olsun, bu benimki. Sizce hansı daha güzeldi? Yorumlarda yazın. Artık boş danıştığıma göre videonu sonlandıra bilərik. Eğer videonu beğendinizsə kanalıma abone olup like atıp yorum yazmayı unutmayın. Sağ olun.